Salamlar, vaxtınız xeyir olsun. Mən Adıgözəl Lakşin, insan psixologiyası metodistidir. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, hər şeydən daima qorxursan, ürkürsən. Bu da nədən qaynaqlanır? Bəzən baxırsan ki, insanların zamanla travmalardan da əlavə hər hansı bir növ xırda bir kiçik problemdən daha çox ürkü başlayır. Baxırsan bir nizvesin deyək də rus dilində, yaxud Azərbaycanda gizli bir nömrədən zəng gəlir və nəticədə düşmüsən ələ-ayağa, nədir? Uzaqbaşı problem olacaq. Ay, nə problem var? Kimsənsən? Heç kimsənsən. Adama deyərlər, sən küçüyə görə biraz qeyri-etik olsa da, çünki o travmalar sən kimsən ki? Ki, rahat, niyə narahat olmalısan ki? Və nəticə etibarı ilə də qarşı tərəfdən səzginlik, narahatlıq hissi olduğu təqdirdə səninlə problem olan insan 1-ə 5 özgüvəni artır. Düşüncə təzyiqində sən qorxaqsan da, sən zəifsən. Rahat sənə qarşı mənfi şeylər tətbiq edeyim. Və nəticə etibarı ilə də bunun nə belə deyək, çətinliyi, nə belə dərinlər düşüləcək qlobal problem yoxdur. Bunu həll etməyin bir yolundan ibarət olmalıdır ki, daim olaraq özgüvəni artırıcı müsbətə doğru bir şeylər etməsin. Mənfi özgüvəni səni aşağı salan, səni təhqir edici olan, səni çəkindirən insanlardan kənarlaşıb, səni sən üçün, yəni puluna görə yox, məsələn, yaxud neysə bir növ sənin zəif xarakterini bilib, mən qoyum sənin qabağa, səni söyümüzü, səni təhqir edeyim, alçaldım. Bu kimi sətraldı, sublimal verən mesajlardan, insanlardan yox. Bu kimi mesajları yönləndirən insanlardan kənar durun. Və nəticə etibarı ilə də səni sən edən insanlardan, səni sənliyindən çıxardanlardan yox. Onlarla oturduğun təqdirdə ən azından özgüvən də artacaq. Yox edən insanlardan kənar, asosial insansansa çalış, oğlansa idmana get. Qadın qız xeylaqsansa, kulinariya sahəsindən ta dikiş sahəsinə qədər, bəzən o müəyyən ayrı yaş təbəqələrində ayrı hobbilər yaranır. Bu qədər. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.